Anarı bir qədər geç tapdım. Ancaq dayandırdım videonu. Anarı hazırda bax buradadır. Mayalanıb gəlsə boyayacağım inşallah. Bunun rəngi titrəkdədir. Gizlənməyə çalışır hal-hazırda. Sağlam görsənir. İnşallah mayalanıb gələr. Yumurta atına başlayar. Salam aleyküm. Deməli, bu arı bizim bölmələrimizdən biridir. Ayın ikisində ana arını əsas koloniyadan götürdük və arılar ana arı üskü düzəltməyə başladılar. Ayın təxminən 8-i 10 arası bu arıları böldük. Bir neçə yerə böldük. İndi baxaq görək ana arı doğulub yoxsa yox. Artıq ana arı 3-4 gün bundan öncə doğulmalıydı. İndi baxaq görək ana arı doğulub yoxsa yox. Ana arılar yumurtadan çıxdıqda bir qədər kiçik olurlar. Həm də çox cəld olurlar deyə görmək biraz çətin ola bilər. Amma arıların sakitliyindən, təlaşsız olmaqlarından ana arının doğulmuş olmasını zənn eləyirəm. Çünki arılar artıq ana arı üskü düzəltməyə yumurta tapmadıqda qanatları çıxmağa başlayırlar, təlaşlı olmağa başlayırlar. Bunların anası sarı rəngdəydi. Yəqin ki, bu arada bir qədər rəngi açıq olacaq. Doğulduqdan təxminən 3-4 gün sonra arılar mayalanma uçuşuna çıxır. Ümid edirəm ki, mayalanma uçuşuna çıxdığı vaxtda rast gəlməmişik. Ana arı burada. Doğulur. Çox gözəl, amma rəngi bir qədər tündür. Ana arı burada. Bir qədər rəngi tündür. Amma mayalanan ana arıya oxşamır. Düz bir qədər böyükdür, amma çox sağlam görünür. Maşallah. Yəqin ki, havalar xoş keçsə, 1-2 günə ana arı maylanıb qayıdar. Amma rəngi niyə tünsəkdədir, onu bilmirəm. Ya məlezləşməkdir arılarda. Və buna baxmağa bəs. Yəqin ki, bu arı bu 2 bal mövsümünə çatdıra bilməyəcəyim. Çünki cəmi 3 çərçivə dolduracaq arı var burada. Amma gələn ilin inşallah sağlam bir koloniya çəkəcək. Ana arı mayalama uçuşuna geri qayıtsın. Təzə doğulmuş ana arılar. Bu ana arının balalarıdır. Şimdi bu ana arının rənginə baxaq. Bir də onların rəngini xatırlayaq. Öyle düşünürdüm ki, renkleri hamısında eyni olacaq təxmini.
Bu anardı mən ayın ikisində 2 çərçivədə 2 balalı qapalı yumurtalı çərçivədən bölmüşəm. Anar artıq burada yumurta atıb. Keçəndən qalma qabarmış pətəkdir bu. Arının inkişafı yaxşıdır. İnşallah balaları da bunun kimi yaxşı inkişaf edən olsa. Həmin balalar sökülüb yenidən yerinə yumurta atdı, üstü qapanıb. Onu tapsam. Hal-hazırda bala sürdürürlər. Arının üzerindeki klaska demək olar bozulub deyə rahat görmək olmur. Çətin bir çərçivəsində var. Bir də baxın. Var ya hələ ki kek, şərbət verəcəm mən. Təxminən ayın sonuna gedir. Çünki burada normal May ayında başlayır. Yoncalar seyləməyə başlayanda. Anarı burada. Kesməyə çalışır o tərəfə. Yox, kesmədi. Baxın, anarı burada. Rəngi bu bala arılardan bir qədər açıqdır. 3-cü ilində də hal-hazırda. Yəni hələ ki arılar bəyənib saxlayır. Dəyişmək fikrində yoxdur bunu.